Ata, ata, ay ata, ata. Xəstəsən, sən görürsən, eşidirəm, niyə qışqırırsan? Ata, sənə əla xəbərim var. Bərəkallah qanacağıma qabiliyyət və sözlüdür. Ata. Bilmirəm, nətər deyim, sevinirəm. Kurs açılıb təzə. İtlər üçün, həyatımızda itimiz var, topbuş. Aparıram onu kursa. Deyib, birinci kursu oxuyur, 2 həftənin içində it danışır. Zalım oğlu, zalım. Sən özünü kursa yazdırıb dilini açan lazımdır. Sən iti kursa yazdırırsan. Ata, inanmır, gəl, sən mənə inan. Birinci kursu deyir, 250 manat. 250 manat ver mənə. Sənə söz verirəm ki, bax, qətrəb oxun ölmüşün and olsun. İt gəlib qabağında, 2 dənə bəhri təbil, 1 dənə təmsil, 3 dənə Azərbaycan mahnısı oxunmazsa, mənə müzbə tüpürərsən. Sən özünü kilsiyənə qoymuşsan, yoxsa bəli... Ay Allah! Hara vırsan, ata, inanmırsan, bir dəfə heç olmazsa mənə inan da, mən köpək oğlu qəlləmə inanacaqsan, sən gəl qətrəb pot. Andırma, asta-asta danır. Hisləndirirsən də, deyirəm sənə cəmadın əl-ösətin iti var, İnanmırsan, toyda sağlıq deyirdi. Gedməmişdim, axı, bilmirsən. Dəlirəm, səni kimsə avladı, düz deməyib, it danışa bilər. Ata, mən sənə and içirəm, sən mənə 250 manatı ver, birinci kursu aparım, it oxusun, sonra dəlnə danışarıq. 250 manat ver, ata, mən sənə söz deyirəm, inan mənə. Ged götür, şalvarımın cibindədir. Sağ ol, ata. Başdan qala binandiyə, ciddə danışar. Ata, ay ata, 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 ata. Abi, mərfətin qanacağın olsun. Eşşək boyduz oldun, ağlın başıma gəlmədi. Zarafat eləyirdim də, ata. Niyə pis başa düşürsən? Ata, ay ata, sənə itimizdən danışım. İtimiz Topbuş, birinci kursu əlaçılıqla bitirdi. İndi ikinci kursa keçir. İkinci kursa keçmək üçün də ata, 500 manat pul lazımdır, 500 manat. Sən məni cinsiyərinə qoymuşsan, yoxsa özünü? Onun bunun küçüyünə 500 manat pul verim. Ata, onun bunun küçüyü niyə olur? Öz küçüyümüzdür də. Ata, özdə bizim itimiz kursda ən layiqli, ən belə necə deyim, şərəfli itdir. 5 dənə dil bilir ata, Fransız, İspan, Yunan, nə bilim, Ərəb, İtalyan, cürbəcür dillər bilir ata, əlaçıdır. İkinci kursu da neyini? Geçsin tərcüməçi işləsin də. Ata başa düş də, birinci kursu dilləri öyrəndi, ikinci kursda da oynamağı öyrənəcək. Latin Amerikan rəqsləri, ballı rəqslər, sonra ata oxumağı da öyrənəcək, müğənnilik də eləyəcək. Qəlləm, bax sənin ölmüşün üçün, öz ölmüşüm üçün deyirəm. Verirəm o 500 manatı. Amma sənin dediyin o küçük Topbuş, ikinci kursu qutarandan sonra gəlib mənim gözümün qabağında oxumasa, rəqs eləməsə, şıdırğı gedməsə, danışmasa, sənin özü, sən bax küçüyü, həyitin ortasında 3 gün, 3 gecə gürdürəcəm. Razısan? Razıyam ata, razıyam. Gel götür cibimdən. Yes! Yek atasan sən, yek! Gəl, yaxşı gəlmişsən. Salam ata. Salam. Nə əcəb anqıra-anqıra gəlmədin? Ata, ata, ay ata. Geç bura. Geç. Geç otur. Haradasan bir həftədir yoxa çıxmısan? Ata, sənə bir dənə pis xəbərim var. Bir dəqiqə deyəm. Hanı Topbuş? Hanı rəqs eləmək, ingilis dilində danışmaq, şıdırğı, danış.
Getdiyə 750 manat. İp də getdi, ip də getdi. Ata, bizim itimiz birinci kursu əlaçılıqla bitirdi. Yenə də başladı birinci kurs. Qorxma, ata, pul istəmirəm da. Keçdi ikinci kursa. İkinci kursu da əla oldu. Əla tutardı. İndi inşallah, indi itimiz üçüncü kursa keçir. Cəhənnəmə keçsin, sağ keçməsin. Deyirəm, hanı it? Ata, axırına qulaq as. Mənim itim həmişə dərsə gedəndə köşkdən bir dənə qazet alır, bütün günü qazet oxuyur. Dərsə gedəndə başı qaçışsın avtobusda, bekar olmasın. Elanları oxuyur, mənə xəbər verir. Axırıncı dəfə qazeti oxuyanda mənə dedi ki, Qətrapot sənin atondur, mənim institutuma pul bıraxan kişidir. Dedim, hə. Dedi, o hələ də parikmaxırda işləyən gündəstəni saxlayır. Xəstəsənsən? Qəlləm, bu söz sənin ağzından burada çıxır, bir də heç yanda çıxmasın. Bana düşdün? Hə, ata. İndi diqqətlə qulaq as mənə. Gedirsən o toppuşdur, nə zibildir, o it köpək oldu, iti necə azdırırsan, bir də onun ayağı bəyəkə dəyməsin. Özünü də yaxın bıraxmırsan ona, başa düşdün? Baş üstə, ata. Azdır onu. Darıqma, ata, o iti elə itiləriyim ki, sən də bax gör mən nətər oğlan. Nə lazımdır? 200 manat. Qudurarsan, 100 manat. Sağ ol, ata. Anam bir kəlmə də bilməsin ha. Narahat olma, ata. Heç kim bilməyəcək. Cəhənnəmə. İtə də tapşıracaq.